binanın sakini. 79-cu ildən burada yaşayırıq. Ağaclar, bu ağacları əkən sakinlərin heç biri bu dəqiqə həyatda yoxdur. Bizim istəyimiz odur ki, burada bina yox, park tikilsin. Pilləkəni də söküblər, yəni 50 ilin, 45 ilin pilləkənidir. 2500 insan bu yolla gedib gəlirdi. İndi məcburlar 1 kilometr o tərəfdən getsinlər. Əsas yolu, magistral yolu, yəni Xəzərə gedən yolla əsas magistral, 2 dənə magistral yolu birləşdirən 250 metr uzunluğunda deməli pilləkəni söküblər bunlar. Keçməlidir insanlar, əziyyət çəkir. Bu aşağıdakı bina da görürsünüz ki, orada yer yoxdur, altından keçilən bina. Balaca deşik kimi. Artık buranı almışız. Almışsınız. Belə olmaz axı. Bax, insanlar qədər insan yaşayır. Biri məsəl üçün Sabunçuya gedir, 62 burada. O hardan gəlib 62 minib getsin Sabunçuya, iş yeri, məsəl üçün Sabunçuya. Ya bir şey düşdü, balkondan bir şey düşdü, hardan gedək gəlir, gərək bir 200 metr fırlanan, haradasa əyilək gedək. Belə olmaz ki, belə haqsızlıq olmaz. Ağayeva Miraləm. Siz hansı şirkətin nümayəndəsiniz? Həyat Rezidiyası Əməncənin nümayəndəsi. Bu çəpərlənmə ilə bağlı və buradakı piyada nəzərdə tutulan pilləkənin sökülməsi və ərazidə gələcəkdə aparılacaq işlərlə bağlı olan bir fikrinizi almaq. Belə deyim də, yəni bu ərazi bizə 2021-ci ildə Bakı şəhər icra hakimiyyətinin sərəncamı ilə verilib. Sadəcə mülkiyyətdə belə deyim, icarədədir. Biz burada yaşayış binaları inşa etmək istəyirik. Düzdür, hal-hazırda burada gediş-gəliş pilləkəni var idi, biraz qəzalı vəziyyətdəyik. Biz buranı çəpərə almışıq çünki neçə dəfə burada yanğınlar baş verib. İnşa olunacaq binaların tikintisindən sonra bu pilləkən yenidən zaten bərpa olunacaq və gəliş-gəliş öz belə deyim də yerində olacaq. Problem yoxdur bu barədə. Neçədə binanın tikilməsi? 4 dənə binanın tikilməsi. Necə? Neçə nəfər nəzərdə? 16. İşin başlanması nə qədər? Hələ ki nəzərdə tutulur. Sadəcə çəpərə alınıb ki, belə Çəpərlənmə yəni davam edəcək yenə də? çəpərlənmə hələ ki davam edir, bəli. Yəni tikinti nə vaxt başlanacaq, nə olacaq, bəlli deyil.